Bəzən həqiqət susturulmur, sadəcə kənarlaşdırılır. Bizi də indi algoritma sıxıb 200-300 baxış və kənarlaşdırmaq istəyir, oyundan çıxarmaq istəyir ya da pulumuzu əlimizdən almaq istəyir. Amma bilmir ki, biz ağıl sahibləriyik, biz yəni ağlımız var, birliyimiz var, bizim birləşdirən vahid bir müstəvi var. Ağlının fərqində olan insanlar ilk növbədə bir şey anlayırlar. Mən insanam. İnsan insanı təhqir eləmir. İnsan insanı öldürmür. İnsan insanı döymür. İnsan insanla fiziki olarak ümumiyyətlə heç bir davranış sərgiləmir. Belə yəni mübahisə eləyə bilərlər. O da fikir ayrılığı ola bilər. O da yəni fikir mübadiləsi ilə aradan qalxır, həllini tapır. Yəni insan insana ziyan verə bilməz. Heç bir həqiqət olmaz. O insanları da qarşı-qarşıya qoyanlar insan belə deyək şuurunda olmayanlar olur adətən. Biz yaxşı bu vaxt insanlardan dəstək istəyirik. İndi insanlar biz birik bir yerdə. Mən yox, mən sözü yoxdur. Biz yox. Bir dənə davam, bir dənə həqiqət, bir dənə aydınlıq kəlməsini hər kəs bu videonun altına yazsa, algoritmaya öz bizliyimizi ispat eləsə, yenə də qalxacaq, hər şey qaydasına düşəcək. Biz yaxşı bunun qarşılığında nə vermək olar bu insanlara pulsuz, parasız ki, insanları xoşbəxt eləsin, məsud eləsin. Hər şey pulla ölçülmür ki. Elə dəyərlər var ki, puldan da yəni qiymətlidir. Yəni elə bir şey var, ola bilər. Niyə yoxdur ki? Var. Ümumi hamının vəziyyətini bilirəm. Bilirəm yorğunsan, gərginsən. Bu aralar belə çox belə sıxılmısan. O bilsən nədir? Əzizim, heç bir səbəbi olmayan bir sıxıntıdır. Və bilirsən hardan gəlir onun səbəbi, kökü hardan gəlir. Sən hardan biləsən ki, sənin beynin gün ərzində ətrafda nə gördüyün nə varsa, ətrafda gördüyün, eşitdiyin, bildiyin, yəni qəbul elədiyin bütün siqnallar ki var ətrafında nə səni hamısıyla bildiyin müqayisə edir. Bəli. Çünki beynin qavrayış qabiliyyəti müqayisədir. Beyin balacanı dərk eləmək üçün böyük balaca, yəni ziddiyyətlərdən ibarət bir qavrayış modelinə malikdir beyin. Gecə, gündüz, yəni iki ziddiyyəti müqayisə edərək qavrayan bir orqandır. Və sən bilmirsən ki, sən bilmədən o səni bu ziddiyyətlər arasında çaşqın hala salıb. O ətraf dünyanın ziddiyyətləri qavramaq potensialına malikdir, amma o səni də həmçinin müqayisə eləyir ətraf hər kəslə. Filan kəs filan şey aldı, sən almamısan, sən onu bilmirsən, o siqnalları göndərir. Filan kəs filan şey elədi, filan kəs filan şey elədi. Səni durmadan bütün günü müqayisə edir. Sən də bu boyda adamlarla yəni çatdıra bilmərsən axı, hər kəslə bərabər ola bilmərsən axı. Özün də bilmədən düşürsən beynin bu oyununa. Ona görə də tez-tez denən ki, şükür, hər şey əladır. Mən mükəmmələm, superəm, mən tamamlandım. Hər şey qaydasındadır. Çoxlu şükür elə, şükür bir frekansdır, bir titreşimdir. Yəni istəyir minnətdaram, istəyir təşəkkür edirəm, istəyir şükür edirəm, fərqi yox. Bir titreşimdir, bir frekansdır. Bədən, beyin hamısı belə bir növ silkələnir, o frekansda belə yerini alır, boşluq yaranır və bir növ yeni bir şeyləri qəbul eləməyə hazır olursan. Görürsən, yəni səbəbsiz yerə heç səndən əhvalının körlanmasının mən səbəbini sənə hədiyyə elədim. İndi gülümsə və bax bu ekrana baxa-baxa, gözümün içinə baxa-baxa sənə bir həqiqət deyim. Səndən yaxşı bu dünyada adam yoxdur. Səndən dürüst bu dünyada adam yoxdur. Səndən gözəl bu dünyada adam yoxdur. Səndən ağıllı bu dünyada adam yoxdur. Səndən yaxşı bu dünyada adam yoxdur. Sən möhtəşəmsən. Vaxta qədər o qədər pis deyiblər, pis eşitmişik. Amma yaxşıya möhtac qalmışıq. Amma hər ikisi də insan üçündür. İnsan, heç bir insan
mükəmməl ola bilməz. Mükəmməllik deyə bir şey yoxdur kainatda. Yoxdur mükəmməllik. Sən yaxşısan, ən yaxşısan.